Rusiyanın Yekaterinburg şəhərində Milli Qvardiyanın xüsusi təyinatlı çevik dəstəsinin əməkdaşları Azərbaycanlıların evinə basqın edib. Məlumata görə bugün səhər saat 5 radələrində xüsusi təyinatlılar şəhərin müxtəlif ünvanlarında yaşayan Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib. Əməliyyat zamanı ölən və yaralananlar var. Milli Qvardiyanın xüsusi təyinatlı çevik dəstəsinin əməkdaşları mənzillərə basqını zamanı Ziyəddin və Hüseynov Səfər qardaşları qətlə yetirilib. Döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının saxladığı, daha sonra sərbəst buraxdığı Ramil Səfərov baş verən hadisəni Report İnformasiya Agentliyinə belə şərh edib. Nə sənət verdilər, nə bir sübut göstərdilər ki, bunlar kimdir, nəçidir, nə üçün gəliblər. Soruşduqca nə üçün gəlmişsiniz, başlayırdılar döyməyə. Qolumu qandaladılar, qolumu bir nəfər başım yerdəydi. Bir nəfər ayağı ilə başımı tuturdu, o birisi də qolumu belə qandalamışdı. Qandal da qolumu qaldırırdı, qollarımı azradılar, qıralar. Mənə qısa və konkret deyirdilər ki, papan eləmədiyi şey, əgər sən papanı satsan, papam o şey eləməyib də, bilmirəm, söhbət nədən gedir, heç demədi. Mənə dedilər ki, onu eləməsən səni burada öldürərik. Xəstəxanaya yerləşdirilənlərdən Akif, Ayaz, Kamal, Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir. Yekaterinburgda yaşayan həmyerlilərimizin verdikləri məlumata görə əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib. Rusiya Federasiyasının Regional İstintaq Komitəsi və Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə baş idarəsi Yekaterinburgda Azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb. Məlumatda deyilir, İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin Regional Baş İdarəsinin əməkdaşları ilə birgə Rusiya Qvardiyasının xüsusi çevik hücum dəstəsinin dəstəyi ilə ötən illərdə törədilmiş cinayətlər üzrə cinayət işlərinin istintaqı çərçivəsində bir sıra tədbirlər həyata keçirilib. Keçirilən tədbirlər zamanı Yekaterinburg ərazisində əvvəlki illərdə baş vermiş cinayətlərin törədilməsində şübhəli bilinən bir sıra şəxslər saxlanılıb. Həmçinin həmin şəxslərin yaşadıkları ünvanlarda axtarışlar aparılıb. Saxlanılan şəxslərin bu və digər cinayətlərdə iştirakları yoxlanılır. İstintaqın məxfiliyi ilə bağlı bu mərhələdə daha ətraflı məlumat açıqlanmır. Azərbaycan Xarici İşlər Nazirliyi də Rusiyanın Yekaterinburg şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb. Bəyanatda iyunun 27-sində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburg şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlıq ifadə olunub. Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırma aparmasını və bu qəbul edilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik deyə rəsmi Bakının bəyanatında vurğulanır. Məlumata görə sabah Yekaterinburgda saxlanan azərbaycanlıların məhkəməsi keçiriləcək. Proses yerli vaxtla saat 11:00-a təyin olunub. Bildirilir ki, Federal Təhlükəsizlik Xidmətinin Səfərovlar ailəsinin yaşadıkları müxtəlif ünvanlara keçirdiyi əməliyyatlar nəticəsində 13 nəfər saxlanılıb. Onlardan ikisi 2001-ci ildə 4-5 yaşında olması əsas gətirilərək sərbəst buraxılıb. Qeyd olunub ki, saxlanılan 9 nəfərdən Kamal Səfərovun vəziyyəti ağırdır. Öldürülən azərbaycanlıların meyitləri iyunun 30-da Azərbaycana yola salınacaq. Hazırda cənazələrin ailələrinə təhvil verilməsi üçün işlər aparılır. Diana Cəlali, Space xəbər.